Deməli, insan qorunması üçün harda olsa da, yəni uzaq olmalı. Həqiqətən uzaq olması salamatçılıq deməkdir. Amma nə vaxt insan yaxınlaşır, yaxın olur, görsən nə qədər yəni təhlükə artır. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, "Lə yəxulvannə raculun bi imratin illə kənə thalitəhumə şeytan." Yəni bir kişi qadınla tək qalarsa, onların üçüncüsü şeytan olar. Amma nə vaxt insan yəni haram görmür, naməhrəm görmür, uzaqda necə də qəlbi salamat olur, rahat olur. Amma nə vaxt ki bir yerdə, bir otaqda naməhrəm qadınla yəni tək qaldığı zaman necə insana vəsvəsələr qəlbinə gəlməyə başlayır və insanın qəlbini qoruması, gözünü qorumasına qədər yəni çətinləşir. Çünki üçüncüsü yəni şeytandır. Hətta yəni şeytan insanın qəlbinə salır ki, ola bilər ki, o axmaq adamdır, o qadın, amma deyir ki, ola bilsin sənin yoldaşından da gözəldir, belədir, belədir. Bütün bunlar hamısı yəni şeytanın yəni vəsvəsələridir. Yəni xülasə odur ki, yəni insan yaxın getdisə, kimliyindən asılı olmayaraq, yəni o düşəcəkdir. Yəni insan heç vaxt deməlidir ki, yəni problem deyil, mənim yəni bilirəm, elmim var və yaxud da imanım var, mən gedərəm, yəni düşmərəm. Nə qədər belə insanlar olub və görürsən ki, yəni fitnəyə düşüb daha yəni şiddətli şəkildə. Ona görə bu tövsiyələr elə belə deyil. Hətta sələflər gətirir ki, elə insanlar var idi ki, məsələn, bidət əhlini deyir, lənətləyirdilər. Vaxt var ki, onları lənətləyirdilər. Getdilər, deyir, onlarla yəni mübahisə etməyə və çevrilib onlardan oldular. Yəni, hansı ki, onları nifrət edən bir insanlar idi. Deməli, o yaxın getmək, yaxınlaşmaq artıq təhlükəni daha da artır. Ona görə insan yəni dinini bilirsə, artıq nəyə əməl etmək lazımdır. Bunları biləndən sonra gərək yolunu davam etsin. Fitnələrə yaxın yəni getməməlidir. Və xüsusən də yəni fitnələr çoxalırsa, yenə Peyğəmbər sallallahu aleyhi və səlləmin tövsiyələrini möhkəm tutmalıdır ki, qorunması üçün. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Bədiru bil əməli fitnən kəqita'il leylil muzlim." Qaranlıq gecə parçası kimi fitnələr gəlməzdən əvvəl əməllərə tələsin. Yusbihur raculu mu'minə və yumsi kafirə. Deyə fikir və necə qaranlıq, yəni zülmət, qaranlıq olanda görsən insan çıxır, görə bilmir. Yəni yoldan çıxır da aza bilir. Və həmçində yəni o cür fitnələr olanda da deyir ki, insan mömin olaraq sabahlayacaq, kafir olaraq axşamlayacaq və yaxud da mömin olaraq axşamlayacaq, kafir olaraq sabahlayacaq. Yəni bu onun bildiyi yəni fitnələrin şiddətindən yəni az bir müddət ərzində insan yəni dəyişəcəkdir. Yəbi'u dinəhu li'aradin minəd-dünya qalil və dinini dünyadan az bir şeyə satacaqdır. Yəni bunlar çox şeylərlə misal gətirmək olar. Görürsən insan yəni müəyyən məsələlərlə və yaxud işlərlə yəni qarşılaşır, görürsən ki, hətta o işlərdə yəni dinindən keçir ki, o iş alınsın. Halbuki məsələn sahabələr yəni bu dinin yəni bizə çatmasından ötürü onlar hər şeydən, mallarından keçiblər, canlarından keçiblər. Deməli, yəni getdikcə artıq yəni vəziyyət dəyişir və görürsən ki, insan yəni həyatda qalması üçün və yaxud işlərin düzəlməsi üçün yəni dinindən asanlıqla yəni verir. Bu özü nədir? Elə bil ki, yəbi'u dinəhu, dinini satır. Li'aradın minəd-dünya qalil, yəni dünyadan cüzlü, ucuz bir yəni şeyə görə. Ona görə bu da onu bildirir ki, əməllər, insanın əməllər üzərində davamlı olması, günah yerlərindən uzaq olması və həmçinin Allahın kitabını yəni çoxlu oxuması yəni qorunmağa yəni səbəbdir. Ona görə Peyğəmbər s.ə.v xatırladır ki, "Lə tə'ti sənətun illə vəlləti ba'dəhə şərrun minhə." Hər gələn il əvvəlki ildən daha şər olacaqdır. Hər gələn il getdikcə şər çoxalır. Başqa rəvayətdə isə "Lə yə'ti yevmun illə vəlləti ba'dəhu şərrun min." Hər gələn gün əvvəlki gündən daha yəni şər olacaqdır. Amma bununla yanaşı da bilməliyik ki, kim nə qədər sabit olursa, savab da böyükdür, əcr böyükdür. Yəni bu boşa getmir. Ona görə hədisdə də Peyğəmbər s.ə.v buyurur ki, vaxt gələcək, o qardaşlarım olacaq, onlar sizdən 50'sinin savabını qazanacaqlar. Deyirlər ki, bizdən yoxsa onlardan ki, sizdən 50'sinin savabını qazanacaqlar. Ona görə ki, onlar xeyirdə yardımçılar tapmayacaqlar, siz də tapırsınız. Həqiqətən ətraf mühit yaxşı olanda görürsən, insana ibadət etməsi də, yaxşı əməllər görməsi asanlaşır. Amma nə vaxt ki, ətraf fitnə,
günahlar, yəni Allahdan uzaq insanlar, onların içərisində ibadəti qorunmaq da çətin. Amma çətin olması da, onu bildik, savabın da böyük olması demək. Heç bir insan, yəni bəhanə gətirməməli, mühit belədir. Ona görə alimlər gətirir, baxın deyir, Firon kimi azğının evində yoldaşı iman gətirir. Yəni, o cür bir insan, hansı ki, yəni uf demədən insanları öldürürdü. Amma Peyğəmbər evində iman gətirmir. Məsələn, Nuh Aleyhisselam yoldaşı və ya Musa Aleyhisselam yoldaşı Peyğəmbər evində iman gətirmədilər. Ona görə, yəni, insan nə qədər çətin olsa da, düzgün şəkildə, sadiq şəkildə Rəbbinə yönələrsə, inşallah, yəni, qorunar. Amma bunun üçün də heç vaxt insan arxayın olmamalı, davamlı olaraq Allah Teala'dan yardım istəməli. Hətta o vaxtdan belə sələflər misal gətirir. Müminin bu dünyada halı davamlı şəkildə yardım istəyən bir insanın misalına bənzər. Elə bir ki, dalğalı dənizdir, üzərində bir taxta var, taxtanın üzərindədir bu insan. Yəni, demir qayıqdır, gəmidir, sadəcə taxta. Hər an bata bilər. Onun halı necədir? Görsən, o deyib, buraya çıxana qədər deyir, ya Rabbi, istədim, ey Rəbbim, məni qoru, məni salamat çıxar. Dayanmadan, durmadan yalvarır ki, yəni, buraya çıxsın, salamat çıxsın. Və həmçində müminin də halı belə bir fitnələr dövründə, günahların çoxaldığı bir dövrdə davamlı şəkildə Allah Teala'dan, yəni sabitlik və yardım istəməlilik qorunanlardan olsun. Allah Teala hər birimizi öz dinində sabit eləsin, hər birimizə gözəl sonluq nəsib etsin.